Ramazan ayında ibadətləri xüsusi eləyən nədir? Niyə Ramazan ayının ibadətləri Bütün xüsusidir? ibadətlər tək Ramazan ayından getmir. Sadəcə olaraq Ramazan ayında ən gözəl aydır. Niyə? Allah böyük bir amnist verir. Bu aya xatir. Bildiyimiz amnistiyadır. Bəli. Yəni şərait yaradır ki, özünü bağışlatdır. Nəylə? İbadətlə. Amma necə ibadətlə? Təfəkkürlü ibadət. İbadətin arxasında təfəkkür olmasa, insan hələ bir ki şeytanın qılıncını itirir. Lezvı kimi eləyir ki, məqam düşən kimi kəsib atacaq səni. Çünki sağlam təfəkkür şərtdir də, düzgün təfəkkür şərtdir. Bax, Quranda da var da, Musa əleyhissalam möcüzə göstərdi, hələ möcüzə göstərmədi. Nə qədər möcüzə göstərdi bunlara? Bunlarla möcüzəni gördülər, inandılar. Möcüzə ilə dinə gələn ümmət, möcüzə ilə. Sonra hansısa bir Samirinin sehri ilə dindən çıxar. Amma məntiqlə, təfəkkürlə, düzgün düşüncə ilə gələn insan, onun əməli də salih olur. Onun ibadəti də ibadət olur. İnsan ibadəti etməsin ki, etməliyəm, etməsəm yanaram. Yox, insan düşünməlidir ki, bu mənim ruhumun ehtiyacıdır. Bunu cürbəcür şeytani yollarla əvəz edirlər. Əvəz edici. Dəxli olmayan bir şeydir. Ruhun qidası budur. Gələ, ruhun qidası budur. Ruhun qidası odur. Yox, əslində hər şey ruhun qidasıdır. Bu şərtlə ki, hər şey sənə Allahı xatırladırsan. Allah özü də deyir. Zikr bir sözdə nədir? Allah xatırlamaq. Vird, təkrar olunan sözə deyərlər. Bir şeyi vird eləyirsən. Amma zikirsə, əvvəl virdlə başlayır, hələ başa düşmədən deyirsən, təkrar eləyirsən. Sonra başlayırsan onu yaşamağa. O artıq zikirdir. O artıq yada salmaqdır. Sənə hər şey onu xatırlatmalıdır. Kəsrətdən vəhdətə doğru. Onda insan bilirsiniz necə halda olur? Dünya çox xırda bir şey olur onun üçün. Bayağı maraqlı bir şeydir ki, hamı bugün o mənəvi qidadan danışır. Mənəvi qidadan danışırlar, oyanmaqdan, ayılmaqdan, agah olmaqdan danışırlar. Nə deyə bu bugün oyananlar? Ümumiyyətlə, oyanan insan deyərmi ki, mən oyanmışam, mən ayığam? Niyə ki, əgər insan